Aprel 2025 Oxatan bürcü aylıq bürc proqnozu. Yaradıcı fəaliyyətlər, əyləncə, sevgi və maraqlı məşğuliyyətlər aprel ayında diqqət mərkəzində olacaq əziz Oxatan. Bununla belə, ay irəlilədikcə iş, sağlamlıq və gündəlik vərdişlərə daha çox diqqət ayrılır. Günəş 19-una qədər sizin əyləncə və sevinç sektorunuzda olarkən, siz zövq və boş vaxt ehtiyaclarınıza uyğunlaşırsınız. Yaradıcılıq enerjiniz və bunu başqaları ilə paylaşmaq istəyi əsas mövzulardır. Şəxsi maraqlarınızı, müəyyən bir mövzunu, hobbinizi və ya yaradıcı fəaliyyətinizi davam etdirmək üçün güclü motivasiya hiss edə bilərsiniz. Həmçinin 12-sində baş verən dolunay ətrafında ruh əkizlərinə və dostlarınızla və ya cəmiyyətlə daha çox ünsiyyətə ehtiyac duyduğunuzu dərk edirsiniz. Saturn uzun müddətli olaraq sizin Günəş 4-cü evinizdə yerləşdiyindən, ev, ailə və şəxsi həyatınızla bağlı mühüm dərslər, qaydalar və məhdudiyyətlərlə qarşılaşa bilərsiniz. Lakin bu gərginliyi azaldacaq və daha yaxşı balans hissi yaradacaq gözəl yollar tapırsınız. Bu dəstək ilk dəfə məhz bu ay baş verən Saturn-Uran uyğunlaşmasından qaynaqlanır. İş və şəxsi həyat arasında tarazlığı qorumaq əsas ola bilər, yaxud ev və iş həyatınız sehirli və praktik şəkildə birləşə bilər. Evdən və ya evdə işləmək üçün əlverişli vaxtdır. Ailəniz işinizə adi haldan daha çox motivasiya və dəstək verə bilər. Planlı və intizamlı olmaq işinizə və sağlamlıq məqsədlərinizə müsbət təsir edə bilər və sizə yeniliklər etmək üçün vaxt qazandıra bilər. Hədəfləriniz böyükdür, lakin eyni zamanda real yanaşma sərgiləyirsiniz. Venera sizin Günəş 4-cü evinizə geri dönüb və 30 aprelinə qədər burada qalacaq. 12-sinə qədər retro hərəkətdə olduğundan, siz ev həyatınıza və ailə dinamikalarınıza harmoniya, balans və sakitlik gətirməyə fokuslanırsınız. Yenidən gündəmə gələn bəzi məsələlər üzərində işləmək lazım gələ bilər, lakin bu problemlərə yeni baxış bucağından yanaşırsınız. Ayın ikinci yarısında irəliləyişlər baş verdikcə, sizin üçün ən vacib olan şeyin nə olduğunu və bu istiqamətdə hansı addımları atmalı olduğunuzu daha dəqiq anlayacaqsınız. Merkur 7-sinə, Venera isə 12-sinə qədər geriləmədə olacaq. Bu səbəbdən bir qədər gözləmə rejimində qala bilərsiniz və bəzən qeyri-müəyyənlik hiss edə bilərsiniz. Lakin bu dövr sizin üçün həqiqətən işləyəcək yeni yanaşmalara yol aça bilər. Mövcud romantik münasibətləri dəyərləndirmək çətin ola bilər. Bu müddət ərzində kimisə yanlış qiymətləndirdiyinizi və ya həddindən artıq dəyərləndirdiyinizi aşkar edə bilərsiniz. Və bu dövrdə qazandığınız hər bir anlayış gələcəkdə sizin üçün çox faydalı olacaq. Aprel ayının enerjisi keçən ayla müqayisədə daha az gərgin olsa da, bəzi əsas mövzular ön plana çıxır. Əgər içərinizdə sərbəst buraxılmalı emosiyalar saxlayırsınızsa, onlar 12-sindəki dolunay ətrafında ifadə üçün bir yol tapa bilər. Sosial həyatınızda gözlənilməz bir açıqlama və ya şəxsi kəşf yaşaya bilərsiniz. Şəxsi həyatınız və sosial həyatınız, yaxud romantika və dostluq arasında daha yaxşı balans tapmağa kömək edəcək kosmik bir enerji ilə qarşılaşacaqsınız. Lakin xüsusilə bu dolunay Veneranın yön dəyişdiyi gün baş verdiyi üçün, emosiyalarınızı ifadə edərkən səbirli olmağa çalışın. 18-cində Mars, uzun müddət qaldığı Günəş 8-ci evinizi tərk edərək sizin ruhani sektorunuza daxil olur. Bu dəyişikliklə daha macəraçı, iddialı, əyləncəli və hərəkətə keçməyə hazırsınız. Aprel irəlilədikcə özünüzü daha enerjili, pozitiv və həvəslə dolu hiss edəcəksiniz. Həyatınızın idarəsini ələ almaq daha asan və təbii gələcək. Xəyallarınıza inanırsınız. Bu dəyişiklik Marsı aylarla qeyri-adi bir mövqedən çıxararaq sizin bürcünüzə daha yaxşı uyğunlaşdırır. Yaxın zamanda iş və gündəlik rejiminizə daha güclü fokuslanacaqsınız. Lakin macəraçı tərəfiniz oyanır və çətinliklərə inamla sinə gəlməyə hazırsınız. Bu keçid həyəcan verici yeni bir ehtirasın və ya marağın başlanğıcını göstərə bilər. İndi hərəkətə keçən həvəs sizi çox irəli aparacaq. Günəşin 19-unda sizin 6-cı Günəş evinizə daxil olması, diqqətinizi işə, sağlamlığa, gündəlik rutinlərə, xidmətə, pəhrizə və vərdişlərə yönəldəcək. Bu, həyatınızın bu aspektlərini idarə etmək və təkmilləşdirmək üçün yaxşı bir vaxt ola bilər, eyni zamanda sizi bu dəyişikliklərə sövq edən narazılıq sahələrini dərk etməyə imkan verə bilər. 27-sində baş verən yeni ay işlərinizi qaydasına sala bilər. Siz yenidən başlamağa və işinizin, gündəlik rutinlərinizin, şəxsi baxım proqramınızın və sağlamlığınızın məsuliyyətini üzərinizə götürməyə hazırsınız. Günlük həyatınızda bir yenilənmə prosesi ola bilər. Bu ay dövrü vərdişlərinizdə və rejiminizdə mənalı dəyişikliklər etməyə sizi təşviq edə bilər. İndi bu dəyişiklikləri tamamilə yeni üsullarla həyata keçirməyin vaxtıdır. Bu ay iş və sağlamlıq mövzuları güclənir. Həyatınızın detalları üzərində diqqətlə dayanırsınız. Bununla belə iş və əyləncə arasında gözəl bir balans qurmaq potensialınız da yüksəkdir. Aprel 2025 Əqrəb bürcü aylıq bürc proqnozu. Həyatınızı yaxşılaşdırmaq istəyi aprel ayında ön planda olacaq əziz Əqrəb və ay irəlilədikcə münasibətlərinizdə artan bir diqqət mərkəzi ola bilər. Özünüzü konstruktiv bir işə həsr etmək sizi məmnun edəcək
və gündəlik rejiminizi inkişaf etdirmək üçün göstərdiyiniz səylər mükafatlandırılacaq. Bu ay və qarşıdakı aylarda münasibət hədəfləriniz özünüzü inkişaf etdirməyiniz üçün sizə ilham verə bilər. Saturn və Uran uyğunlaşarkən yaradıcılığınızı və bacarıqlarınızı ən yaxşı şəkildə istifadə etməyə qərarlısınız. Özünüzü daha təşkilatlanmış və intizamlı hiss etdikdə, bu, münasibətləriniz də daxil olmaqla həyatınızın bir çox sahələrində müsbət əks olunur. Əlaqələrinizin həm praktik, həm də spontan tərəflərinə diqqət ayırmaq üçün mükəmməl bir dövrdür. Müxtəlif münasibət ehtiyacları və hətta bəzi əlaqələrin kəsilməsi sizi yeni bir bacarıq öyrənməyə, hobbinizi gəlir mənbəyinə çevirməyə və ya boş vaxtınızı daha strukturlaşdırılmış şəkildə keçirməyə ilhamlandıra bilər. Yaradıcılıq səylərinizi, hobbilərinizi və ya əyləncə və romantik maraqlarınızı daha sistemli hala gətirmək münasibətinizi gücləndirə bilər. Danışıqlar uğurlu ola bilər və münasibətlərdə məqbul sərhədlər müəyyən etmək, bir qədər azadlıq və spontanlıq ehtiyacını nəzərə aldığınız müddətcə son illərdən daha yaxşı nəticələr verə bilər. Yaradıcılığınızı ifadə etmək üçün yeni və effektiv yollar da kəşf edə bilərsiniz. Venera 12-sinə qədər retro hərəkətdə qalacaq və 30 apreldə sizin 5-ci günəş evinizi tərk edəcək. Əsasən romantik həyatınızdakı harmoniya və ya yaradıcılıq ilhamınızı tapmağa fokuslanacaqsınız. Hərçənd ki, bu ayın sonuna və ya gələn aya qədər işlərin həqiqətən irəlilədiyini hiss etməyiniz çətin olsa da, yaradıcılıq və romantik həyatınızı, hobbilərinizi və zövqlərinizi fərqli bir prizmadan görməyiniz üçün gözəl fürsətdir. Keçmişi xatırlamaq indi faydalıdır, lakin orada ilişib qalmamağa çalışın. Mövcud əlaqələrinizi sorğulamanız mümkündür və bu, ya öhdəliklərinizi möhkəmləndirməyə, ya da həyatınızdakı durğun sahələrə işıq salmağa kömək edə bilər. Venera yalnız 12-sində retro hərəkətini dayandırmaqla kifayətlənmir, həm də bir dolunay baş verir və bu, daxili dünyanıza diqqət yetirmək və istirahət etmək üçün əlavə vaxt ehtiyacınızı artırır. İntuisiya güclənir və bir məsələ haqqında həqiqi hissləriniz və ya bir insan və ya layihə ilə bağlı instinktiv hissləriniz aydın ola bilər. Özünüzü sağaltmaq, dincəlmək və ruhən yenilənmək üçün emosional və psixoloji bir rahatlama ehtiyacı hiss edə bilərsiniz. Mars 18-cində sizin günəş xəritənizin zirvəsinə doğru irəliləyir. İyun ayının ortalarına qədər davam edəcək bu keçid, ambisiyalarınızı alovlandıra bilər və dekabrda bu sahəyə ilk dəfə girdiyinizdən və son aylarda geri çəkildiyinizdən sonra yenidən hədəflərinizə diqqət yetirmə vaxtının gəldiyini hiss edə bilərsiniz. Xüsusilə karyera və maliyyə məsələləri ilə bağlı hədəflərinizə daha birbaşa və inamlı şəkildə fokuslanmalısınız. Bəzən çətin, gərgin və hətta stresli ola bilən, lakin eyni zamanda həyəcanlandırıcı bir dövrdür. Müdaxiləyə qarşı həssas ola bilərsiniz, buna görə də öz tempinizdə işləmək daha yaxşıdır. Son aylarda həyatınızı daha maraqlı və zövqlü hala gətirməyə diqqət yetirmiş ola bilərsiniz. İndi isə yavaş-yavaş diqqətinizi işə, performansınıza və məsuliyyətlərinizə yönəltməyə başlayırsınız. Peşəkar və ya böyük bir layihədə irəliləmək üçün motivasiyalı hiss edə bilərsiniz. 19-cunda günəş sizin tərəfdaşlıq sektorunuza daxil olur və münasibətləriniz, xüsusilə iki tərəfli qarşılıqlı əlaqələriniz ön plana çıxır. Bu, romantik tərəfdaşlar, məsləhətçilər, iş ortaqlıqları və ya oxşar əməkdaşlıqlar ilə bağlı ola bilər. Danışıqlar və müqavilələr bu dövrdə güclü formalaşa bilər. Xüsusilə 27-sində baş verən yeni aydan sonra yaxın münasibətləri qurmaq və ya gücləndirmək üçün yaxşı imkanlar yaranır. Ən yaxşı versiyanız adətən fərdi münasibətlərdə ortaya çıxır və özünə inamınızı artıracaq insanları cəlb edə bilərsiniz. İndi əlaqələrə diqqət yetirmək, danışıqlar aparmaq və yeni yollar açmaq üçün əlavə səy göstərmək zamanıdır. Münasibətlərinizi inkişaf etdirmək və onları daha sağlam hala gətirmək üçün yaxşı bir fürsətdir. Birgə işləmək və əməkdaşlıq etmək istəyi və ya zərurəti güclü hiss ediləcək. Münasibət ehtiyaclarınız aydınlaşacaq və gözlənilməz hadisələr sizi yeni bir başlanğıca doğru itələyə bilər. Bu iki mühüm dəyişiklik Marsın 18-cində karyera sektorunuza və Günəşin 19-cunda tərəfdaşlıq sektorunuza daxil olması, balanslı bir iş və şəxsi həyat qurmaq üçün böyük potensial vəd edir. Aprel 2025. Tərəzi bürcü aylıq bürc yorumunuz. Aprel ayında münasibətlər sizin üçün əsas diqqət mərkəzində olacaq əziz tərəzi. İdarəçi planetiniz Venera 12-sində retro hərəkətini başa vurur, bu da əlaqələrinizi və etibarınızı yenidən qurmaq üçün ideal bir zamandır. Bu ay sosial həyatınız ön plandadır. Tez-tez əməkdaşlıq etmə, uzlaşma və balans yaratmaqla məşğul olacaqsınız. 12-sində bürcünüzdə bir dolunay baş verir və bu tarixdə bir münasibət və ya şəxsi ehtiyaclarınızın önə çıxdığını hiss edə bilərsiniz. 18-cindən etibarən bir müddətdir karyeranıza və nüfuzunuza təzyiq göstərən təsir aradan qalxır. Bu, iş performansınızla bağlı daha az narahatlıq və hədəflərinizə daha çox enerji yönəltmə imkanı deməkdir.
Apreldə enerjilər daha az intensiv olsa da, iş, sağlamlıq, vərdişlər, tərəfdaşlıqlar və yaxınlıq ətrafında dövr edə bilər. Saturn-Uran keçidi həyat tərzinizi və vərdişlərinizi yaxşılaşdırmaq üçün sizə dəstək verir. Zamanınızı daha yaxşı idarə edə bilər və münasibətlərdə, maliyyə məsələlərində və vərdişlərinizdə balanslı yanaşma ehtiyacını daha çox dərk edə bilərsiniz. İş və istirahət arasındakı sərhədi qorumaq bu balans üçün vacib ola bilər. Maliyyə və ya yaxın münasibətlərlə bağlı məsələlər həmişə sabit olmaya bilər, lakin bu, iş etikalarınıza təsir etməyəcək və ya səylərinizi zəiflətməyəcək. Venera iş və sağlamlıq sektorunuza qayıdır və 30 apreldə orada qalacaq. Lakin 12-də retro hərəkəti bitdiyi üçün işinizdə və ya gündəlik mühitinizdə balanssızlıq və narazılıq mövzularını daha aydın görəcəksiniz. Hazırda etdiyiniz dəyərləndirmə vacibdir və uzunmüddətli perspektivdə daha yaxşı şəraitə gətirib çıxara bilər. Əslində hissləriniz, həssaslıqlarınız, zövqləriniz və dəyərlərinizlə daha yaxşı əlaqə qurursunuz. İndiyə qədər gözdən qaçırdığınız və ya məşğul olduğunuz üçün diqqət ayıra bilmədiyiniz məsələlərlə məşğul olmalısınız. 12-sində idarəçi planetinizin retro hərəkəti bitməklə yanaşı, eyni zamanda bürcünüzdə dolunay baş verir. Şəxsi həyatınız və ya emosional dünyanızla bağlı bir gərginlik və ya həyəcan yeni bir anlayışa səbəb ola bilər. Bu, artan özünü dərkiniz və ya emosional mənzərənizdə bir dəyişiklik vaxtı ola bilər və sizə hissləriniz və münasibətləriniz haqqında yeni baxış bucağı qazandıra bilər. Xüsusilə ayın ikinci yarısında gündəlik həyatınıza uyğunlaşmaq üçün çoxlu fürsətiniz olacaq. Aprel irəlilədikcə özünüzə, işinizə və münasibətlərinizə olan inamınız artır. Əhəmiyyətli dəyişikliklərdən biri də 18-sində Marsın Günəşin 11-ci evinizə keçməsidir. Mars bir neçə aydır ki, karyeranıza və nüfuz sektorunuza təsir edirdi, lakin indi sosial həyatınızı və dostluq münasibətlərinizi canlandırır. İnsanlarla əlaqə qurmaq, yeni təcrübələrdən zövq almaq və ya komanda işini gücləndirmək üçün əla bir zamandır. Artıq Mars bürcünüzə gərgin bucaq yaratmır və Merkur ilə Venerada retro deyil, bu da sizə güclü bir emosional enerji bəxş edir. Dəyişikliklər etmək təbii şəkildə gəlir, çünki spontan çağırışlara cavab verirsiniz. Sosial həyatınız 17-una qədər olduqca aktiv olacaq. Bəzən biraz çox aktiv ola bilər, amma mütləq daha aydın və açıq olacaq. Cəmiyyətiniz, sosial çevrəniz və xüsusi dostluqlarınızla bağlı daha çox hadisə diqqət mərkəzində ola bilər. Günəş 19-unda yenilənmə, transformasiya, başqalarının sizi təsir edən resursları və həm ruhən, həm də maddi borcları idarə edən Günəşin 8-ci evinə keçir. Aprelin sonlarında daha dərin, daha mənalı təcrübələrə, münasibətlərdə güclü dinamikasına və yaxınlıq səviyyəsinə daha çox diqqət yetirmək lazım gələ bilər. Yaxın münasibətiniz inkişaf edə bilər və öz daxili dünyanızı qəbul etdikcə, özünüzlə olan əlaqəniz yaxşılaşır. Dərindən düşünməyə, araşdırmalara və səmimi söhbətlərə yönəlirsiniz. Gizli detallar və vəziyyətlərin görünməyən tərəflərinə qarşı daha həssas olursunuz. Xüsusilə 27-sində baş verən yeni aydan sonra borc məsələlərini həll etməyə qərarlı ola bilərsiniz. Bir hadisə sizi borclarınızı və ya paylaşılmış resursları daha effektiv şəkildə idarə etməyə yönləndirə bilər. Emosional və psixoloji yenilənməyə xüsusi diqqət ayırırsınız. Bununla yanaşı macəra hissiniz də güclənir. İnkişaf etmək, irəliləmək və böyümək üçün güclü motivasiyalarınız var. Daxili və xarici ehtiyaclarınıza diqqət yetirərək, həyatınızda tarazlıq yaratmaq üçün güclü bir potensial mövcuddur.